Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm hər biriniz yaxşısınız. Məni soruşsaz, mən də şükür Allaha yaxşıyam qızlar. Son dəfə demişdim ki, bu aralar biraz vlog paylaşmayacağam. Çünki yəni ki, necə deyim, durum olaraq o durumda deyiləm ona görə. Amma sonra düşündüm ki, mənim kanalımın üstündə əziyyətim çox olub, əziyyətim dəhşət çox olub. Ona görə İstədim ki, bu kanalı boş buraxmayım. Dedim, əziyyətim hədər olub getməsin. Bu arada doğa hazırlayıram. Bizim evdə doğa çox sevilir. Mən də, yoldaşım da, yəni ki, çox xoşumuza gəlir. Yediyimiz ən gözəl yeməklərdən biri də deyə bilərəm. İndi yemək deyirik, belə nə deyirik bilmirəm. Axır doğa yəni sevdiyim bir yeməkdir. Ona görə mən çalışıram ki, tez-tez, əsasda yaz vaxtı, yay vaxtı bizim evdə daha çox istənilir bu yemək. Yəni ki, daha çox istifadə edirik. Sizlər necə, yəni bəyənirsiniz, sevirsiniz doğanı, yorumlarda qeyd edərsiniz. Düşünürəm hər kəs sevir, çünki mən short olaraq paylaşmışdım. Hamı yazmışdı ki, ən sevdiyimiz falan. Bilirəm ki, ona görə istəyənlər çoxdur. Adi resept verə bilməyəcəm qızlar, çünki bildiyimiz doğa reseptidir. Ona görə elə nə görürsünüzsə onu da etmişəm. Keçən dəfə bir izləyici yazmışdı ki, daha doğrusu desin xalaydı. Mən yəni yaşı böyük olan xanımları kanalımda tanıyıram çox vaxt. Çünki necə deyim, qızım yazırlar və yaxud da ay qızım yazanda bilirəm ki, artıq məndən böyüdülər yaşda. Ona görə o xalanın yorumunu burada çalışırım, yəni bacarsam et-get deyərəm, bacarmasam da videomun altında var. Yazmışdı ki, qızım musiqi qoyma, özün danış. Gül kimi səsin var, gözəl danışırsan. Çox sağ olsun. Buradan ona öz təşəkkürümü bildirirəm. Allah razı olsun hər birinizdən. Yəni hər zaman məni motivasiya edirsiniz, hər zaman xoş sözlər yazırsınız. Ən son paylaşdığım short videosunun da altına gözəl sözlər yazmısınız. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Hər bir insanın bəlli zamanda bir sıxıntısı olur. Mən də o insanlardan biri olmuşam demək olar. Buradan o xanıma öz təşəkkürümü bildirirəm və demək istəyirəm ki, mən musiqi qoymaqda inan Allaha deyirəm, öz keyfimdən qoymuram. Heç özüm də istəmirəm bəzən musiqiyə yer vermək, amma bəzən elə yer olur ki, orada mən boş-boşuna nə danışım deyə düşünürəm. Yəni fikirləşirəm ki, nə danışım, nə danışa bilərəm. Ona görə mənə sıxıcı gəlir deyə mən düşünüm, oturum elə boş-boş burada danışım, insanları da yoraram, siz də yorularsınız. Ona görə danışmağa bir mövzu tapmadığım üçün musiqi yerləşdirirəm və əgər mən dəfələrlə postda paylaşmışam ki, kim istəyirsə əgər bir mövzu, istədiyiniz bir mövzunu və yaxud da nə bilim, istədiyiniz bir şey deyin, çünki mənim videolarımda boş vaxtlar çox olur. Ona görə istəyirsinizsə əgər, kim istəyirsə həyat hekayəsi ola bilər və yaxud da kiminsə bir həyatından danışa bilər. Mən onu burada səsləndirə bilərəm və siz fikirlərinizi yaza bilərsiniz. Elə bir şeylər də ola bilər. Yəni kim istəsə edə bilər və yaxud da istədiyiniz bir maraqlı mövzu varsa, fikirlərim sizə önəmlidirsə, onu da yaza bilərsiniz. Belə qızlar, bu arada sizlər necəsiz, nə edirsiniz? Havalar artıq isinib, artıq demək olar yaz havası, yay havası qarışıb bir-birinə. Mən düzdür, bu aralar mənə yaxşı olmasa da, çünki hava belə olanda, dəyişən olanda mən də özümü pis hiss edirəm. Deyirlər, bilmirəm, bilirsiniz ya yox, metro həssas insanlar üçün havalar heç yaxşı olmur. Ona görə mən də sıxılıram falan, yəni ona görə havaların əslində qızmağını istəyirəm də, istəmirəm də. Belə qızlar, göyərtim hazırdır, doğradım. Sonra isə mən qaynanam istəyib dükan, necə deyim, kənd qatığı alsın, amma kənd qatığı olmayıb, artıq satılıb bitib deyə gərək səhər tezdən durub düşəsən aşağı, gedəsən onu alasan və yaxud da süd satan, qatıq satan belə adamlar var, gəlirlər bizim məhəlləyə falan, yəni binanın həyətinə gəlirlər, amma biz çox vaxt onları görmürük. Ona görə qaynanam dükan qatığı alıb gətirmişdi, sağ olsun. Mən də dedim, evi yox, nə olsun ki, qatıq-qatıqdır, fərqi nədir? Onunla hazırladım. Əslində çox da dadlı çıxdı. Yəni seçilmədi kənd qatığı və yaxud da dükan qatığı. Belə qızlar, sonra mən qatığa duz, düyü, yumurta əlavə elədim.
Bu arada deyim ki, mən unu da əlavə edirəm. Bilmirəm indi vuran var, vuran yoxdur unu. Bir zaman məsəl üçün mən anamdan elə görmüşəm deyə elə edirəm. Desəm ki, unu neynir? Yalançı olaram qızlar. Sadəcə olaraq mama vurub deyə mən də ondan götürmüşəm. Elə ağlımda elə qalıb. Ona görə də yəni ki, belə edirəm. Qaynanam da bu arada çox bəyənir mənim doğğamı. Yoldaşım da xoşlayırlar ki, qəşəng bişirirsən. Hə, qızlar, burada da yumurtanı vurdum. Təsəvvür edin ki, bizim rayonda yumurtalarımız o qədər sapsarıdır ki, toyuqlarımızın, həyətimizin toyuqlarıdır. İnanın qızlar, atam onun üstündə o qədər onların üstündə əsir ki, hər dəfə onlar üçün gedir, ayrıca bir sahə var orada. Oradan göyərti yığır, gətirir, öz əlləri ilə onları bəsləyir. Təsəvvür edin ki, yumurtalarımız sapsarıdır. Əsl təbii kət yumurtası belə olar deyə düşünürəm. Mən də vurdum qatığa, qatıq oldu sapsarı. Yoldaşım deyir ki, sən buna nə vurmusan belə, bu sapsarıdır? Deyə bilmədim ki, mən buna heç nə vurmamışam. Valla, axır yaxşı ki, bu görüntü video var da çəkmişəm. Ki, yəni ki, sübut elədim ki, valla heç nə vurmamışam. Sadəcə yumurtanın rəngidir. Ona görə qızlar, siz də desəz ki, bunun niyə belə rəngi oldu? Yumurtanın rəngindən oldu valla. Mən də heç gözləmirdim belə, amma daha pişdikcə özünə gəldi. Yenə də sarı qalır, amma göyərtini əlavə elədikdən sonra biraz özünə gəldi də, yəni rəngi dəyişdi. Sizlər necədirsiniz doğanı? Mən əslində həmişə maraqlı gəlib bu deyirlər, bilirlər, yəni bildiyim qədər, əgər kanalımda da Gəncəli xanımlar varsa yazarsınız yorumlarda. Həmişə deyirlər Gəncə doğası, Gəncə doğası. Mənim maraqlı olub ki, Gəncə doğası necə olur? Hər bir rayonun öz adına uyğun doğğa çıxardıblar. Qarabağ doğası, Gəncə doğası. Yox, Qarabağ yoxdur, səhv etmirəmsə. Gəncə doğası, bir də Bakı doğası eşitmişəm mən. Onu da qaynanamdan eşitmişəm. Necə olur bilmirəm. Bu nədir bu? Yəni özəllikləri nədir bilmirəm. Hər kəs bir özünə aid bir ad qoyub. Amma düşünürəm ki, içi eynidir də, yəni məncə eynidir. Amma deyəsən Gəncəlilər səhv etmirəmsə, ya Gəncədir, ya Bakıdır. Hansısa qarışdırıram, səhv olarsa üzrlü sayın. Doğanı hansısa görmüşəm, bilmirəm, amma dəqiq yadımda deyil. Düyünü bişirib qatırlar içinə. Qıraqda ayrıca bişirirlər, sonra isə əlavə edirlər. Məsəl üçün biz rayonlar, Qarabağlılar noxud vururuq. Amma mən onu Bakıda görməmişəm. Yəni Bakı doğasında vurmurlar. Mənim qaynanamgil vurmurlar. Mən gələndən sonra vurublar. Belə qızlar, doğamız da hazırdır. Göz haqqınızı bu arada halal edin. Hər kəsin Allah ruzusunu bol eləsin, süfrəsini dolu eləsin. Arxadan gələn səs, yoldan gələn səsdir. Maşınların tırtırtısı. Yəni ki, bizim hər dəfə bu evdə bu səs var. Elə bilərsiniz ki, bayırda falan səs yazıram sizlər üçün. Belə qızlar, mən işimi bitirdim. O qədər yorulmuşdum ki, artıq axşam idi. Dedim bir çayımı içim, bəlkə vloqun arxasını çəkərəm, amma qızlar, inan halım olmadı. Dedim eybi yox, çəkməyim, sonra nə vaxtsa şey eləyərəm. O da səhərsi günü elə oldu ki, mən həkimə getməli oldum. Oradan da elə sizlər üçün biraz çəkiliş etdim. Qızlar, mən həkim dərkən, yəni elə bəcərlər ki, başqa həkim, xeyr, ginekoloqa getmişdim, ginekoloq həkimə. Bir dənə bloger xanım var idi, adını çəkməyəcəm. İndi bilənlər bilsə də yenə də öz məsləhətiniz. Oradan görmüşdüm o həkimi. Mən əslində çox həkimə getmişəm. Yəni 3-4 dənə həkim demələr dəyişmişəm, amma o xanımı orada görmüşdüm ki, yəni çox həqiqətən təriflənmişdi falan demişdi. Nəsə o videoda da mənə o görüntüdə, o həkimin videosunda o həkim mənə xoş gəlmişdi. Ona görə mən də getdim ora. Əvvəlcə əlaqə saxladım təbii ki də. Sonra getdi MS klinikasına. Ünvanı dəqiq bilmirəm, ona görə deyə bilməyəcəm hardadır. Mən Raya xanım Səfərova, ginekoloq Raya xanım Səfərovanın yanına gedirəm qızlar. Əgər istəyən varsa, hələ ki deməyəcəm ki, yəni necə həkimdir. Çünki mən onu hələ tanımıram, dəqiq bilmirəm. Amma ilk görüşdən, ilk görünüşdən qızlar o qədər xoşum gəldi ki, yəni insanın danışığı, insanın hərəkətləri, o sizlə o gülər üzlə danışması, yəni bir həkimdə ən gözlədiyim bir şeydir o mənim. Ona görə o qədər xoşuma gəldi, o qədər mənə motivasiya elədi ki, bu gəldim bu videonu çəkəndə həvəsliydim ki, o videonu çəkim sizə o həkim haqqında danışım. Yəni çox həqiqətən ürəyi açıq, mehriban, gülərüz, şən bir həkimdir. Təbii ki, biz xəstələrin də nəyi, yəni istədiyi odur ki, həkim ondan dərdini oturub dinləsin, qulaq assın.
olmasın. Hər birinə ayrı-ayrılıqda qulaq asdı, hər birini dinlədi. Nə sualım var, nə mövzum var, hamısına ayrı-ayrılıqda cavab verdi. Çox sağ olsun. İndi inşallah ki də 2 dəfədir gedirəm. İnşallah bir xeyrini görərəm. Mən də sizlərlə paylaşaram. Kanalımda bilirəm ki, övlad olmayan xanımlar var. Allah hamının yolunu açıq eləsin. Allah hamının qucağını dolu eləsin. Heç kimi bu yoldan əliboş, necə deyim, ümidsiz qaytarmasın. İnşallah ki, yaxşı olar. Allah bizə də səbəb salsın. 2 dəfədir gedirdim. İnşallah ki, bu yolda yəni necə deyim, ümidsiz qayıtmaram. Çünki çox ümidlə çıxmışam. İnşallah ki də yaxşı olar. Düzdür, az bir zamanda olsa da hər zaman insan gözləyir. Bu arada bu yeni açılan mağazadır. Bunu da sizdən çəkilişlər etdim. Mağazanın adı əgər Yasamalda qalan xanımlar varsa, istəsə yəni gedə bilərlər. Çox qəşəng mallar var. İndi çəkmişəm biraz sizlər üçün. Mağazanın adını qızlar Qutu Mutudur, səhv eləmirəmsə. Qutu Mutu nəsə yəni hədiyyəlik mallardır sırf. Malları ucuz olsa da, yəni çox necə deyim, xoşuma gələn məhsullar da oldu. Təzə yeni açılıb deyə qiymətlər ucuzdur. Bilirəm ki, biraz sonra qalxacaq. Mən də bir-iki şeylərə baxdım. Seçim eləmək çətindir, çünki məhsul çox idi, insan seçim eləyə bilmirdi. Amma istəyən xanımlar olsa gedib yəni yaxınlaşıb baxa bilərlər. Çox qəşəng məhsullar var, həm uşaq üçün, həm də böyük xanımlar üçün də var. Hə, belə qızlar, yəni ki, mən bu yolda çıxdım. İnşallah ki, yaxşı olar. Yəni Raya xanımın yanına getmək istəyənlər olsa həqiqətən məsləhət görürəm. Çünki düzdür, müalicə sarıdan hələ bilmirəm nə var, nə yox, amma yəni həkim olaraq, bir xanım olaraq həqiqətən dedim, ürəyimə yatdı. Çox xoşum gəldi. İnşallah ki də axıra qədər belə davam edər. Mən çox həkimlərdə, yəni çox həkim deyəndə 3-4 həkimdə olmuşam, amma heç birinin səmimiyyəti mənə xoş gəlməyib. Nə yalan deyim. Səmimiyyəti, yaxınlaşması, insanla danışması, dərdini dinləməsi heç bir mənə xoş gəlməyib. Təbii ki, bir həkimə gedirsən və yaxud da bir yerə gedirsən, adi bir mağazaya girirsən, gözləyirsən ki, sənə diqqət göstərsinlər ki, sən nə istəyirsən o mağazadan. Eləcə də həkimə gedirsən və yaxud da o həkimdən gözlədiyin nədir? Ancaq ki, onun diqqəti və qayğısıdır. Bu arada bu uşaqlar üçün qələm qabızadır, nəsə istəsəz dekor kimi uşaq otağına qoymaq olar. Hə, yəni ki, qızlar, həkimdən gözlədiyimiz yalnız odur da, diqqət və qayğı. Mən onu həqiqətən o xanımda gördüm. Çox sağ olsun buradan da. Düzdür, məni izləməyəcək, mənim izləyicim deyil, bir şey deyil. Amma yenə də yəni ki, mən ona öz təşəkkürümü etməyə özümə borc bildim. Həqiqətən ilk dəfə o səmimiyyətinə görə, ilk dəfə o qarşılanmasına görə çox yaxşı idi. İnşallah ki də sonacan necə deyim, bu yolda gedərik, sonacan onunla birlikdə olarıq. Çünki bugünə qədər getdiyim həkimlərin heç birindən razı deyiləm. Ona görə ilk görünüş olaraq bəyəndim. Belə qızlar, Allah bütün xanımların yolunu açıq eləsin. Bütün xanımları bu yolda necə deyim, sonacan getməyi nəsib eləsin və inşallah ki də əli boş gedib əli dolu qayıtmağı nəsib eləsin. Qızlarım hamımıza, istəyən bütün xanımlara. Belə. Burada da gəldik, artıq evdəyik. Aldığım bir şeylər var, sizlərə göstərim dedim. 2 dənə corab götürdük qızlar. Onu qaynanam baldızım üçün aldı. Bu arada baldızımın da inşallah ki övladı tezliklə olacaq. Sağ-salamat gəlsin qızımız da. Allah bütün hamilə olan xanımları bu yolda sağ-salamat qutarsın, qucaqlarına alsınlar övladlarını. Mənim də baldızım onların içində. Belə qızlar, qaynanam bir də tərəzi alıb. Bu tərəzi mətbəx tərəzisidir, yəni şirniyyat tərəzisi. Bunu sözün açığı biz Novruz ərəfəsi almaq istəyirdik Novruz bayramında, amma tapa bilmədik heç cür. Tapa bilmədik deyəndə buralarda dahi getmədi o uzağa falan, almadıq. Sonra qaynanam başqa yerdən, Baldızımgil tərəfdə mağaza var orada, cehizli mağazası, oradan alıb 5 manata. Çox gözəldir, yəni həqiqətən sırf necə deyim, mətbəx əşyasıdır da qızlar, mətbəxin olmazsa olmazı. Adi bir şirniyyat bişiririk və yaxud da nəsə bir şirniyyat edirik. Orada qramlar yazılır. O qramları da məsələn doğru düzgün etməyəndə şirniyyat da yaxşı çıxmır. Ona görə yəni hər bir mətbəxdə olmalıdır deyə düşünürəm. İstəsəz siz də mütləq ki alıb sınayın. Yəni alıb mətbəxinizə qoyun daha doğrusu. Çox gözəl bir məhsuldur. Mən də ki sağ olsun qaynanam ki aldı bizim üçün də.
İndi şirniyyat falan bişirəndə onsuz da biz bütün gün bir yerdə oluruq. Şirniyyat falan nə edirsə bir yerdə edirik. Ona görə də yəni hamımıza aiddir bu şey. Yəni ki, aldığımız nələrsə. Sonra qızlar, belə şampunlar almışam. Şampundur, biri isə balzamdır. Mən qızlar fərqi yoxdur, baha olsun, ucuz olsun, yəni marka olsun və yaxud da marka olmasın. Mən heç bir şeylərə fikir verən deyiləm, nə yalan deyim. Mənim saçıma nə düşürsə, onu da istifadə edirəm. Fərqi yoxdur bu baha oldu, ya ucuz oldu, ya məsələn adı çıxmış bir şampun oldu və yaxud da adsız oldu. Fərqi yoxdur. Yəni saçıma nə düşürsə, onu istifadə edirəm. Bunu da Almarketdən almışam bu şampunları. Bunun işi artıq ikinci dəfədir alırıq və mənim saçıma o qədər gözəl düşür ki, həqiqətən həm balzamı, bu şampunudur. Şampun da çox qəşəngdir, köpüklənməsi falan, yəni təmiz etməsi saçı çox qəşəngdir. O birisi isə balzamdır. Mən saçıma balzam olmasa qızlar qəti şəkildə yuya bilmirəm. Çünki mənim saçım biraz materialı cod olduğu üçün heç cür mənim saçım, yəni şampundan sonra ələ gəlmir. Gərək mən ona mütləq ki balzamla yuyum ki, düzəlsin. Belə qızlar, buradasa 1 manata o bayaqki mağazadan indi demirəm ki, yaxşıdır, keyfiyyətlidir, yox. Sadəcə olaraq mən hər saat məsəl üçün xoşlamıram nəsə taxmağı falan. Sadəcə olaraq aldım ki, arada bir məsəl üçün bayıra falan çıxanda, harasa gedəndə üzərim boş olmasın. İstər-istəməz cavan olduğum üçün hər kəs də yəni cavan gəlinə, bütün qızlar hamısı çıxanda bayıra nəsə taxırlar, taxışdırırlar, belə bir söz var. Mən də ona görə istədim, dedim, eybi yox, alım, bir dənəsini qoyum. Çünki çeşid çox idi, seçmək çətin idi. Bunu nəsə gördüm, xoşum gəldi. Balıq fiqurudur. Düzdür, mən balıq burcu olmasam da, amma yenə də görüntü olaraq xoşuma gəldi. Çox qəşəngdir. 1 manata, yəni həqiqətən dəyərli. Yəni necə düzdür, yenə deyirəm, keyfiyyəti olmasa da, əsas odur ki, görüntü olaraq indi qaralacaq, bozaracaq, ağaracaq bilmirəm, amma İndi mən hər saatda taxmıram da qızlar. İldə ayda bir namaz, gedəndə harasa, nəsə eləyəndə taxıb gedirəm. Ona görə mənə o şey yoxdur. Yəni o dərəcədə təvat eləmir ki, qaralacaq və yaxud da nəsə olacaq. Eybi yox, olsun. Qaralar nədir ki? 1 manatlıq olan nə məhsuldan nə gözləyək? Yenə də amma görüntü olaraq gözə xoş görsənir. Ona görə mən də aldım. Dedim, eybi yox, day 1 manata nə verirlər. Sadəcə olaraq əslində düşünürəm ki, çox insanlar alırdı. Orada mən baxdım, nə qədər xanımlar var idi, baxırdılar, alırdılar. Mən orada satıcıdan soruşdum ki, belə ucuz verməyinizin səbəbi nədir? Dedi ki, xanım, mağaza yeni açılıb, ona görə. Nə bilim, inşallah dedikləri kim olar, təki onlar deyən düz olsun, mən deyən yalan olsun, qaralmasın. Mən də istəmərəm, çünki istəyərəm ki, qalsın xeyli. Həqiqətən, yəni görüntü olaraq bəyəndim. İndi inşallah ki, siz də məsəl üçün gəlmək istəsəz, gəlib kimsə ala bilər mağazadan nəsə və yaxud da Yasamalda, Yasamal ərazisində yaşayan xanımlar, yəni gəlib mağazanı Roşmanın yanındadır. Yəni çox necə deyim, maraqlı mağaza idi. Həqiqətən hədiyyəli məhsullar falan hər şey var idi. Yeni açılıb bu arada. İndi yeni Kontakt və Olivia mağazası açılıb biz tərəfdə. İndi görüm əgər imkan olsa, fürsət olsa orada gedəcəm. Oradan da sizlər üçün çəkiliş edərəm. Və qızlar, axşam gələndən sonra həkimdən məhsullar falan yerləşdirdim. Biraz dincəldim. Ondan sonra dedim bir keks bişirim. Çoxdan da heç nə eləmirəm. Yoldaşım da mənim şirniyyat xəstəsidir. Yəni bildiyiniz bu insan şirniyyatsız qalmaz yəni. Mən şirniyyat olsun evdə, o gün ortada yemək yeməz, axşam da yemək yeməz, ancaq şirniyyat yeyər. O dərəcədə. Bizdə məsəl üçün Novruz ərəfəsində qaynanam sağ olsun da nə qədər şəkər bura, paxlava və yaxud da başqa şirniyyatlar var idi da, hamısını qızlar inarsız yoldaşım yedi. Nə mən, nə qaynanam məsəl üçün qonaq falan gəldilər, elədilər. Heç kim ona yəni o dərəcədə yemədi də. Ancaq yoldaşım, çünki qaynanam da həmin ərəfədə orucudur deyə heç yəni demək olar heç şirniyyat ümumiyyətcə az yedi də. Ancaq elə axşamdan axşama oturdu. O da ki, axşamlar çox yeməz. Yəni iftarını açırdı, sonra doyurdu, heç nə yemirdi. Amma yoldaşım yox. Yoldaşım demək olar ki, bütün günü il boyu şirniyyat yesin. Mən heç məni bildiyiniz kimi qəti şəkildə sevmirəm. Heç sevmədiyim. Yəni inarsız qızlar bişirirəm. İnsan bir nəyəsə bişirəndə ona istər-istəməz bir meyli keçər, nəsə bir ürək istəyər. Mənim qəti şəkildə ona heç belə gözümün ucu ilə baxmıram da. Yəni ki, orada şirniyyat var, mən ondan yeyeyim. Yox, amma tort, qızlar, tortu qoyun qarşıma. İnarsız orada qalmaz da yəni. Bilmirəm niyə. Mən qaynanam məsələn mənə deyir ki,
Mən başa düşmürəm də o keks orada da var da, bu da keksdə. Sən niyə axı onun keksini yeyirsən, bunun keksini yemirsən? Çünki krem var deyə mən o kremə görə onu yeyə bilirəm. Kremli olduğu üçün mənim krem xoşuma gəlir. Amma belə quru-quru mən onu yeyə bilmirəm. Ümumiyyətlə şirniyyat yeyə bilmirəm. Ona görə mənə dondurmalı tortlar daha çox xoşuma gəlir. Soyuq dondurmalı tortlar daha gözəldir mənə görə. Ona görə mənimki ancaq tortdur. Bizdə kim məsəl üçün tort bişirəndə, nəsə olanda hamısı mənə çağırırlar ki, sən tort xoşlayansan. Bilirlər ki, şirniyyat yemirəm. Qohum evlərinə də gedəndə və yaxud da qaynanam tort falan alanda bilirlər ki, mən tort xoşlayıram. Ona görə gətirirlər tezməyə ki, sən yeyirsən də ən azından bunu ye. Şirniyyat yeyən deyilsən onsuz da. Ona görə qızlar, bu arada inanın ki, baxın, bu qədər danışmaq istəmirəm, sizləri də yormaq istəmirəm, amma musiqi də qoymaq istəmirəm. Ona görə məcbur belə oturub danışıram. Neyniyim, məni də belə başa düşün. İnşallah ki də yorulmarsınız səsimdən. Yorulanlar da olsa yox, səsimi bağlayın, valla görüntüyə baxın. Nə deyim də, xoşunuz gəlməsə belə eləyərsiniz. Məndən də belə məsləhət verim sizlərə. Belə, tortu, keksi də ki, qızlar, reseptini verim. Bilirsiniz bu necə keksdir? O vaxtlar anamızın pişirdiyi o kekslərdəndir. Nə vanili var, nə qabartması var. Yəni yeni üsul keklərdən deyil. 3 yumurtaydı, 4 yumurtaydı, əstəğfurullah, 4 yumurta, 1 stəkan şəkər tozu, 3 stəkan un, 1 stəkan da duru yağ əlavə etdim. Hamısını birlikdə mikserlə. Əslində istəsəz bunu əl çırpıcı ilə də belə qarışdıra bilərsiniz, amma mən daha mikser var idi, dedim yaxşı qarışsın. Belə hamısını bir yerdə qarışdırırsınız mikserlə, qəşəng həll olur. Ondan sonra unu əlavə edirsiniz. Unu əlavə edəndə amma mikserlə qarışdırmayın ki, köpük yatmasın. Çırpıcı ilə öz əlinizlə belə edə bilərsiniz. Çünki mikserlə eləyəndə istər-istəməz keksin köpüyü yatır. Unu eləyəndə ya, yəni belə eləyəndə yox. Yəni belə qarışdıra bilərsiniz. Sadəcə olaraq un əlavə eləyəndə heç zaman adi lap tort bişirəndə belə mən çünki onu çox xanımlardan eşitmişəm ki, keksin əgər köpüyün yatmağını istəmirsinizsə, çünki axı mikserlə qarışanda köpür şişir yumurta. Onu əgər istəmirsinizsə köpüyü yatsın, onda yumurtanı, yəni onu əlavə eləyəndən sonra heç zaman mikserlə qarışdırmayın. Çünki istər-istəməz köpüyü yatacaq. Amma belə əlinizlə qarışdıranda ən azından yaxşı, yəni çox necə deyim, yatmır köpük. Yəni şişir qalır yerində. Bir də ki, qızlar, indi gəlib deyəcəklər ki, bilirəm, 100% gəlib deyəcəklər ki, niyə, nə deyirlər ona, bilmirəm. Yadımdan çıxır, hər dəfə onun adı belə fırça kimi olur, və yaxud da belə skatuladır, nədir bilmirəm, adı yadımdan çıxır, belə bir şeydir. Onunla, yəni ki, niyə elə etmirsən? Valla qızlar, ondan da varımdır, o birisindən də varımdır, hamısından var. Amma məndən necə rahatdır, mən onu edirəm. Mən bunu da xoşduram, hər şeydə beləyəm, nəinki bu iş, yəni mətbəxdə. Hər şeydə beləyəm, mənə necə rahatsa, necə xoşdursa, o cür də edirəm. Yəni deməyin ki, hansı zamanda yaşayırıq, bəyəm mənim evimdə onlardan olmasın, hamısından da var. Sadəcə olaraq mənə necə rahatdır, mən onlardan istifadə edirəm. Belə, və sonra qabı yağladım. Ondan sonra un əlavə elədim altına, həmişə kimi. Sonra da 180 dərəcədə 30 dəqiqə qoydum. İndi sizin bilmirəm, sobanız necədir dili, bilmirəm, hər kəsin sobası fərqlidir. Amma mən 180 dərəcədə 30 dəqiqə pişirdim. 30 dəqiqə tamamında inan elə gözəl şişdi ki, hələ mən biraz saxladım da içəridəki tam belə içi bişsin. Yəni istisinə qoydum, dedim biraz qalsın ki, tam belə şəkildə bişsin ki, içi belə şəkilmə, yəni yapışqan kimi qalmasın. Belə. Burada gördüyünüz kimi çox batırmasam da bir-iki dənə əşyalar belə çıxmışdı. Mən vəbşə iş görəndə çalışıram ki, ətrafı çox batırmayam. Heç sevmədiyim bir şeydir. Yəni qəti şəkildə sevmirəm. Amma yenə də çalışıram ki, biraz ehtiyat edeyim. Amma yenə də istər-istəməz töküntülüyüb olur. Belə, qablarımı da dedim, keks pişənə qədər yuyum, yığışıb qalmasın. Çünki çox yorğunam. Bu günləri xeyli bir məsafə getmişik, həkimə getdik. Orada nə qədər oturduq, gözlədik, növbə falan. Ona görə çox yoruldum. Amma yenə də dedim, onları da yuyum qalmasın. Çünki qaldıqca istər-istəməz yığılır. Ona görə mənə də çətin olur sonra.
Belə qızlar, qablarımı da yudum. İndi isə quruladım. Elə bir işim yoxdur. Sadəcə qabları qurulayıb, yığıb, şirniyyatımın çıxmasını gözləyirəm ki, çıxsın, bişsin. Sonra mən gedim oturum, dincəlim. Ondan sonra da videonu sizlər üçün montaj edəcəm. Elə bu gün də qismət olsa yerləşdirərəm YouTube-a. Yəqin ki, sizlər də dəstək olmağı, videomu bəyənib, bol yorum yazmağı, fikirlərinizi yazmağı unutmayın qızlar. Çalışın ki, videomu maksimum dərəcədə izləyin ki, mənim də baxış saylarım artsın və YouTube məni daha nə çıxartsın və mən də motivasiya olum sizlər üçün gündəlik vloqlar çəkim. İnşallah ki, yaya doğru demişəm ki, hər gün də olmasa 2 gündən bir, 3 gündən bir, 5 gündən bir paylaşaram sizlərlə. Ona görə də sizin bu kiçik toxunuş dəstəyiniz mənə çox böyük motivasiya verir ki, mən də oturum sizlər üçün vloqlar kimi bilim ki, məni izləyən xanımlar olacaq. Bu arada kanalımda 2000 neçə izləyici var, amma mənim videolarım 1000 neçə izlənir. Başlar belə. Xahiş edirəm ki, kanalımda olan xanımlardan gəlib videolarımı izləyin ki, mənim də videolarım daha da keyifli, daha da öne çıxsın ki, mən də onlara ondan baxıb motivasiya alım və sizlər üçün video çəkim. Və əgər kanalım qarşınıza yeni çıxırsa, zəhmət olmasa mənə dəstək üçün abunə olmağı da unutmayın. Və bir də ki, bayaq dediyim kimi, kimin nə hekayəsi, nə bir maraqlı fikir və düşüncələri varsa, onlardan yazarsınız videonun altına və yaxud da başqa ürəyiniz istəyən bir postun falan altına. Mən də o barədə fikirlərimi sizlərlə bölüşərəm və yaxud da bildiyimiz bir mövzu olarsa, o haqda danışaram sizlərlə. Keksimiz də artıq hazırdır, pişib. İnanırsınız ki, vanilsiz, qabartmasız necə keks olar deyirsiniz. Valla elə belə də olar. Çox da gözəl çıxdı. Mən çox bəyəndim. Çox gözəl qabarmış, şişmiş idi. Hələ görürsünüz buradan üzündən bilinir ki, yəni artıq bu şişib. Çox, yəni həqiqətən gözləmədiyimiz oldu. İlk dəfə yaxşı idi. Yəni pis değildi. Mən də məsləhət görürəm. Çalışaram, yəni istəyən xanımlar olsa reseptini deyərlər, yorumlarda qeyd edərəm. Bu arada göz haqqınızı da halal edin qızlarım. İnşallah ki, məni bura qədər sevərək, bəyənərək izlədiniz. Mən burada səsimi sonlandırıram. Sizlərlə sağollaşıram. İnşallah ki, növbəti vloqlarda yenidən görüşərik. Zəhmət olmasa kanalıma abunə olmağı və videolarımı bəyənib bol-bol yorum yazmağı unutmayın. Hələlik.